TikTokda televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb. Aparıcının müsahibəsində rəy yazmaq 50 yaşlı şəxsə baha başa gəlib. Belə ki, Könül Muxtarova müsahibələrindən birində toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar rəyini yazıb. Aparıcının sözlərinə görə həmin şərh ona və ailə üzvlərinə pis təsir edib. Bu səbəbdən şikayət etmək qərarına gəlib. Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edibsə, üzr istəməyə hazır olduğunu deyib. Yekun olaraq isə inzibati xəta haqqında şikayətə xitam verilməsini xahiş edib. Hakim tərəfləri dinlədikdən sonra aparıcının şikayətini əsaslı hesab edib. Qərara əsasən həmin şəxs inzibati xəta törətdiyi üçün 600 manat cərimələnib.